İmam Hüseyn əleyhissalam Kərbəlada Aşura gecəsi bir iş gördü. Səhabələrini, köməkçilərini qorxu bürüdü. Yalvarırdılar, sən Allah, ağa yəbnə Rasulillah, bu işi görmə. Kərbəlanın gözəlliyini görmək istəyirsənsə, bir də bu mövzu ilə bax. Bu danışdığım mövzu ilə bax Kərbəlanın gözəlliyinə. Gör Kərbəlada necə gözəllik var. Kərbəlanın gözəlliyi bilirsiniz nədir? Bir məsum rəhbər dayanıb, göstəriş verir, pərvanə kimi də xidmətçilər dolanır, onun göstərişinin başına ki, ağam mənə nə göstərişi verəcək? Kərbəlanın əzəməti budur ya, gözəlliyi budur. Kərbəlada itaət var. Kərbəlada sərbəstlik yoxdur. Sərbəst hərəkət eləmək yoxdur. Kərbəlada nə var? Hökmə əməl eləmək var. Tapşırığa əməl eləmək var. Kərbəlada 72 nəfərin, İmam Hüseyn ağanın ətrafında olanların sən bir dənə həyatına bax, şəhadətə qədər. Ağa onlardan beyəti götürür, onlar qorxuya düşürlər. Nə çəkdilər onda Allah bilir deyir, hamısı Həzrəti Əbəlfəzlin üzünə baxırdı. Əbəlfəz, ağa nə danışır? Bizi öz başına buraxır. Bu sözümə diqqətlə qulaq asın. Nə qədər pisdir Kərbəlada sərbəst olmaq. Nə qədər gözəldir Kərbəlada bağlı olmaq. Kərbəlanı gözəl eləyən bağlılıqdır, sərbəstlik deyil. Ürək istəyən kimi yaşamaq deyil, imamın hökmü ilə yaşamaqdır. Bax, Kərbəlanı gözəl eləyən bu idi. Kərbəla insanlara bu gözəlliyi çatdırdı. Eşq nə qədər gözəldir. O gözəllik harda cilvələnir, harda görsənir. Oradakı aşiq məşuqundan tapşırıq alır. Eşq gözəldir. Bu gözəllik tapşırıq alanda, tapşırıq verib tapşırığa münasibət göstərəndə daha gözəl olur. Kərbəlanı gözəl eləyən budur ki, bir-bir gəlirdilər, İmam Hüseyn ağadan icazə alıb meydana girirdilər. İcazəsiz girmirdilər meydana. Məqtəlləri oxuyun, gəldi Həzrəti Qasım izn aldı, Əli Əkbər ağa izn aldı, filan səhabə izn aldı. O izn almaq var ha, nə deməkdir? O deməkdir ki, ağam sənin göstərişinlə, baş üstə deyirəm, ləbbeyk deyirəm sənin göstərişivə. Sənin göstərişinlə Kərbəla gözəl olur. Yoxsa imamın göstərişini götür oradan, sadəcə olacaq döyüş meydanı. Döyüş meydanı. Məsələn, bir var ki, elə əskərlər komandirin göstərişi olmadan öz başına vuruşsunlar, orada nizam-intizam itər. Bir də var ki, əskərlərin başı bağlı ola komandirə. Bəli, onda döyüş nəticə verər və gözəl olar. Kərbəlanı gözəl eləyən bax bu idi. Sadəcə döyüş səhnəsi deyil. Dillər Həzrət Əbəlfəz ağa dayanıb baxırdı. Dayanıb baxırdı. Əli Əkbər ağanı tikə-tikə doğradılar. Əbəlfəz ağa dayanıb baxır. Həzrəti Qasım şəhid oldu. Əbəlfəz ağa dayanıb baxır. Nə qədər səhabələr şəhid oldu, Əbəlfəz ağa dayanıb baxır. Heç nə də demir. Heç nə də demir. Həzrəti Əbəlfəz ağanın indi məqamına baxın burada. Heç nə demir. Şəhid olurlar bir-bir əzizlər, köməkçilər. Həzrəti Əbəlfəz ağa dayanıb baxır. Heç nə demir. Sanki İmam Hüseyndən göstəriş gözləyir. Gözəlliyə bax. Həzrəti Əbəlfəzl ağada o gözəlliyi artıran İmam Hüseyn ağanın əmrini gözləməsidir. Yoxsa Həzrəti Əbəlfəz ağa İmam Hüseyn ağanın əmri olmadan elə nəfsinə qapanıb, qəzəblənib meydana atılsa ki, Əkbərimi, qardaşımı öldürdünüz, qardaşım balasını öldürdünüz, nə bilim, filan səhabələri, köməkçiləri öldürdünüz, onda gözəllik itərdi. Gözəlliyə baxın Həzrəti Əbəlfəzl ağanın münasibətində səbr eləyir. Ta o vaxta qədər səbr elədi ki, İmam Hüseyn ağa ona döyüşə girmək iznini yox, su dalıcan gedirib su gətirmək göstərişini verdi. Yenə də Həzrəti Əbəlfəzl ağa demədi ki, Hüseyn,
döyüşün bu qızğın çağında Əli Əkbərin, Hürrün, Həbibin şəhid olduğu bir vaxtda məni Sudalıcan niyə göndərsən? İcazə ver girim meydana. Yenə də baş üstə dedi, ləbbeyke ya Hüseyin. Getdi, su qablarını götürdü, getdi Sudalıcan. Sözüm buradadır ki, şəhadəti də gözəl eləyən əmri gözləməkdir. Kərbəlanı gözəl eləyən məsum imamın, rəhbərin hökmünü gözləməkdir. Həzrəti Əbəlfəzli o gözəl məqama qaldıran bu idi ki, o şəhidləri görürdü, qəzəblənib girmirdi meydana. Yenə də Hüseynin iznini gözləyirdi. Baxın, İmam Zaman dövründə də inşallah bu cür olacaq. Bir məsum rəhbər və bütün insanlar da onun hökmünü gözləyəcək. Sanki Həzrət İmam Hüseyin əleyhissalam İmam Zaman ağanın gəlib quracaq o hakimiyyətin kiçik bir nümunəsini Kərbəlada qurdu. Kərbəlada qurdu və dünyaya göstərdi ki, həyat məsum imamın rəhbərliyi altında və insanların onun əmrini gözləyib, əmrinə canla başla qəbul eləyib, əməl etməyin nəticəsində gözəl olacaq və o gözəllik İmam Zamanda da bu cür özün büruzə verəcək.